Xoş gördük. 6 mart tarixidir. Artıq İranla həm diplomatik, həm də ticarət əlaqələri dayandırılıb. Dünən Naxçıvana dron düşməsindən sonra İlham Əliyevin Təhlükəsizlik Şurasında çıxışı müzakirələrə səbəb olub. Bundan sonra nə olacaq? Əliyevin çıxışında İrana cavab verilməsi də anons edildi. Müharibə mi olacaq? Bu və digər məsələləri jurnalist Elbəy Həsənli ilə danışacağıq. Elbəy bəy, xoş gördük. Hoş gördük Tural bəy. Sizi və tamaşaçılarınızı salamlayıram. Çox çətin bir vaxt yaşayırıq. Azərbaycan üçün də riskli bir zamandır və riskli bir şərait yaranıb. Çox böyük güclərin müharibəsində Azərbaycan iştirak edə bilərmi? Əliyevin çıxışından biz müharibə iyi qoxusunu gördük. Deməli, Naxçıvanın vurulmasından sonra Əliyevin Təhlükəsizlik Şurasında iclasında dedikləri indi həm də onu müzakirə edəcəyik və bu günləri o xəbəri aldıq. Azərbaycanın Tehrandakı səfirliyi, eyni zamanda Təbrizdəki baş konsulluğu təxliyəsi ilə bağlı Azərbaycan tapşırıq verib. Onlar oradan çıxarılır, artıq səfirlik və konsulluq fəaliyyət göstərməyəcək, dayandırılıb. Və eyni zamanda bu barədə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov, Moldova Respublikasının Baş Nazirinin müavini Xarici İşlər Naziri Mikhail Popşo ilə birgə mətbuat konfransında bildiribdir. Biz videoları izlədik. İranda Azərbaycanlı tır şoferləri, sürücüləri qalıblar, onlarladır və onlar Azərbaycana buraxılmır. İran tərəfi deyir ki, biz sizi buraxırıq, Azərbaycan isə buraxmır. Yəni, o ticarət məqsədi ilə açıq olan qapı həm Astara, həm belası var, gömrük məntəqəsi də artıq bağlandı. Amma suallar yenə var, çünki üzərindən bir gün keçib Naxçıvanı kimin vurması barədə artıq tam dəqiq yox, şübhələr var. Çünki İran tərəfi deyir, rəsmi şəkildə təkzib edir, biz vurmamışıq və həmçinin İranın Müdafiə Nazirliyi də bunu təkzib etdi, Xarici İşlər Nazirliyi də təkzib etdi və Xarici İşlər Naziri Azərbaycanın Xarici İşlər Nazirinə zəng edib və deyir, biz etməmişik, amma bunu biz araşdırırıq və İsrailin üstünə atır. Bu bir təxribat ola biləcəyində ehtimalidir. Elbəy bəy, sizin fikrinizi öyrənək? Bu bir mənalı olaraq bu dronlar İran ərazisindən Naxçıvana daxil olubdur. Bu bir mənalıdır, çünki... Yəni bir mənalı, necə bir mənalı? Yəni burada başqa bir ölkənin ərazisindən Azərbaycana daxil olunur. İran ərazisindən daxil olunur. Amma İran ərazisindən kimlər bunu Azərbaycana tərəfi istiqamətləndirib, Naxçıvana istiqamətləndirib? Burada sual yarana bilər, yəni nəzərə baxımdan. Niyə sual yarana bilər? Çünki İranda bilirsiniz ki, mərkəzi hakimiyyətin təmsilçilərinin böyük hissəsi ABŞ, deməli, İsrail hücumları nəticəsində aradan götürülübdür. Ona görə də İran hakimiyyətində baş pozukluq yaranıbdır və kimlərin belə bir göstəriş verə biləcəyi bəlli deyil. O cümlədən siz deyirsiniz, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi deməli, inkar edir bu faktı. Amma bunu biz unutmayaq ki, İranda İran prezidentinin də elə bir səlahiyyəti yoxdur. Və onlar dəqiq bir söz deyə bilməzlər, çünki onlar səlahiyyət sahibi deyil, kompetent deyirlər bu sahələrdə. Onlara belə bir səlahiyyət verilməyibdir. Yəni Sepah mı düşünürsünüz ki, həm Müdafiə Nazirliyi, həm dövlətin rəsmi qurumu Xarici İşlər Nazirliyindən xəbərsiz, Sepah öz bildiyi şəkildə Azərbaycana dron atır, Naxçıvana? Yəni Sepah İranda həm gərəkərsə ali dini rəhbərliyi də əvəz eləyə bilər, Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində Sepah hər şey deməkdir. Yəni amma Sepah, yəni İranı qorumaq, İranın mənafeyi xətrinə bunu eləyir. Yəni çünki Sepah yaxşı anlamırmı ki, bu ümumilikdə İran üçün ziyan bir şeydir. Azərbaycan
müharibəyə İran əleyhində qoşula bilər və İranla Azərbaycan və Rusiya ticarət dövriyyəsi məhdudlaşdırılır, sərhəd keçid məntəqələri bağlıdır, pul gəlməyəcək İrana, həmçinin bu Sepahın da cibinə pul getməyəcək deməkdir. Bilirsiniz, Tural bəy, bizim problemimiz ondadır ki, biz rasyonal düşünürük, məntiqə əsaslanırıq. Amma İran ideoloji bir dövlətdir. Yəni onlar tam fərqli kateqoriyalara istinad edərək bu və digər qərarları verirlər. Sizin dediyiniz məntiqə söykənsək, mən də o siz deyən məntiqə söykənirəm. Yəni İranın Türkiyəyə raket atması da, yəni bu son dərəcə yersiz və İranın həm iqtisadi, həm siyasi, həm hərbi maraqlarının əleyhinə olan bir şeydir. Amma faktlıdır ki, bu Türkiyəyə də raket atılıbdır. Düzdür, zərərsizləşdirilib, amma fərq eləmir də. Fakt odur ki, hava atılıb. Amma Türkiyə bu reaksiyanı bildirmədi. Mən ona gəlmək istəyirəm. Türkiyənin reaksiyası son dərəcə təmkinli oldu və Azərbaycan reaksiyası isə son dərəcə kəskin oldu. Yəni bu İlham Əliyev çıxışında son dərəcə kəskin ifadələrdən istifadə elədi. Şərəfsizlər, nakişilər, yəni bunlar belə deyək də, diplomatik etika qaydalarına daban-dabana zidd olan şeylərdir və davakar, yəni uşaq kimi, yəni belə bir çıxış. Mən düzdür, bu çıxışı o qədər də təqdir etmirəm. Baxmayaraq ki, Azərbaycanda çoxları hesab edir ki, belə də olmalıdır. Amma onu da nəzərə almaq lazımdır ki, yəni Azərbaycan özünü müdafiə etmək hüququna sahibdir və bu müdafiə də olunmalıdır. Amma mən düşünürəm ki, bizim bilmədiyimiz şeylər var bu reaksiyanın arxasında. Çünki iki drona görə belə bu qədər kəskin və sərt bəyanatlar vermək və onun arxasınca sərhədləri bağlamaq, sonra diplomatik missiyanı İrandan təxliyə eləmək, bunlar son dərəcə radikal addımlardır. Amma bu addımlar nədən atıldı? Bax, bunun səbəbini mən düşünürəm ki, ictimaiyyət bilmir, amma İlham Əliyev dəqiq bilir ki, bu belə olmalıdır. Çünki İrandan daha böyük təhlükə gözlənilir. Yəni, söhbət iki dronla bağlı deyil. Mən belə düşünürəm ki... Yəni, İrandan Azərbaycana mı təhlükə gözlənilir? Bəli, İrandan Azərbaycana daha böyük təhlükə gözlənilir. Mən bunu istisna eləmirəm. Ümumiyyətlə... Necə təhlükə? Yəni, raket və dron hücumlar ola bilər. Azərbaycanı bu... Belə olan təqdirdə Əliyev axı çıxışı ilə və mövqesi ilə daha da tətikləyir, qızışdırır. Elə deyilmi? Elədir. Özü deyir ki, gəlin mənə onda raket atın. Əgər raket ata bilən İran varsa, özü deyir ki, gəlin mənə raket atın. Bu anlama gəlmirmi? Yox, İlham Əliyevin hesaplaması belədir ki, əgər bunlar qərar veriblərsə və onda dəqiq məlumatlar var ki, belə bir qərar var, yoxdur. İndi biz deyə bilmərik, bir nəzəri söhbət edirik. Yəni, belə bir qərar varsa, bu qərarın qarşısını almaq mümkün deyilsə, onda daha sərt mövqedən çıxış etməlisən. Bu mövqedən çıxış eləmək Azərbaycana nə verə bilər? Amerika ilə və İsraillə daha da yaxınlaşdıra bilər Azərbaycanı və artıq belə fikirlər səslənir. NATO hərbi qüvvələrinin Azərbaycana yerləşdirilməsi ilə bağlı. Sonra o da deyir ki, Azərbaycanın Türkiyə və Pakistanla çox ciddi hərbi və siyasi yaxınlığı var və bu yaxınlığın təzahürü olaraq Türkiyə və Pakistan Azərbaycana müəyyən silahlar yeridə bilər, xüsusilə antidron, antiraket xüsusiyyətlərə malik silahlar və bu prosesi sürətləndirir. Yəni, təhlükəni gözləmir İlham Əliyev. Təhlükənin qarşısını almaq üçün daha çevik hərəkət etməyə çalışır. Mən belə düşünürəm, amma onu da əminəm ki, biz Azərbaycan olaraq İranla qarşı durmadan çəkinməliyik. Bu bizə qətiyyən lazım olmayan şeydir. Çünki bu böyük Azərbaycana çox ciddi ziyanlar vura bilər. Xüsusilə Azərbaycanın deməli neft və qaz kəmərini vura bilərlər. Bu barədə İran
dəfələrlə deməli fikirlər səsləndiribdi. Yarım rəsmi media orqanlarında biz bu fikrin şahidi olmuşuq və belə bu kimi təhlükələrdən qorunmaq üçün İranla mümkün qədər məsafəli dolanmaq lazımdır. Erbəli, bəs İran onu vura bilərsə, Azərbaycanın neft kəmərlərini və yaxud da ki, strateji obyektlərini, Azərbaycan hakimiyyətini Əliyevdən narazıdırlarsa, Əliyevə məxsus olan, konkret onun ailəsinə məxsus olan yerləri, belə onların vurma ehtimalı varsa və vura bilirlərsə, hansı ki, İsrailə də zərbə endirirlər, deməli, Səudiyyə Ərəbistanına da konkret hədəfləri vura bilir İran. Biz bunu görürük və belə olan halda İran niyə Azərbaycana Naxçıvanın hər hansısa bir ərazisinə, düzənlik bir ərazisinə dron zərbəsi atsın, hansı ki, bunu Azərbaycan hava hücumundan müdafiə sistemləri zərərsizləşdirməyibdir. Dron özü düşübdür. Yəni, bunun qarşısını alıb və zərərdən, belə deyək ki, yan qaçmayıb Azərbaycan tərəfi. Düşübdür. Dron hara gəlibsə orada partlayıb. Bunun əvəzinə bir raket həmən strateji yerlərə də düşə bilərdi də. Təbii ki, bu belədir və İran istifadə elədiyi kamikadze dron, araççı, bu son dərəcə təhlükəli bir silahdır və İranın ən gəlişmiş dronlarından biridir və bu dronlar heç xaricədə, heç Rusiyada satılmayıbdır. Satılmaq barədə müəyyən danışıqlar olub, amma satılmayıb. Bu dronun çəkisi təxminən 700 kiloqrama yaxındır və 150 kiloqrama qədər partlayıcı maddə daşıya bilər. Bu 150 kiloqram partlayıcı maddə son dərəcə təhlükəli bir şeydir. Amma hava limanını vurmuyub. Yox, Dedim, harasa düşüb. Harasa məktəbə düşübdür, hava limanına yəni istənilən belə deyək də zərbə o qədər də effektli olmayıbdır. Amma bu niyə belədir? Ola bilsin ki, İran tərəfi öncədən bunu hesablayıb ki, yəni xəbərdarlıq səbəbə yaxın müəyyən Telegram kanallarında deyildiyi kimi bu xəbərdarlıq xarakteri daşıyır. Ona görə belə dağıdıcı olmayıbdır. Amma siz deyən kimi necə ola bilər ki, Azərbaycan ərazisinə 2 dron daxil olur İran ərazisindən və Azərbaycanın hava hücumundan müdafiə sistemləri konkret bir iş görə bilmir. Amma o da ola bilər ki, müəyyən bir iş görülübdür və iş görüldüyünə görə bu dronlar deməli partlayış olmayıbdır. Yəni dağıdıcı. Bu barədə açıqlamayı belə bir şey olsaydı açıqlayardılar. Mən nəzəri baxımdan deyirəm ki, bu ola bilər ki, belədir. Siz diqqət etdinizmi? Yəni neçə dənə Naxçıvan sakini telefonla çəkir, hətta dəqiqələrlə belə göydə uçuşunu, o vızıltılı səsini və s. İnsanlar macal tapıb telefonlarını ciblərindən çıxardırlar, çəkirlər, xəbərləri olur. Amma həmişə start vəziyyətində, xüsusilə də müharibə bir dövründə sərhədlər də möhkəmləndirildiyi bildirilir. Amma hava hücumundan müdafiə sistemi saniyələrlə, əgər işə düşsə, saniyələrlə o sərhəddə yaxınlaşmağa ona imkan verməzdi. Necə ki, bunu Türkiyə etdi. Etməyiblər belə görsənir, ya da ki, etmək istəməyiblər yəni, ya da ki, başları çıxmır. Səhlənkar və yaxud da ki, bacarıqsızdır. Yox, mən sizinlə razıyam. Yəni, biz istənilən nəticəyə burada nail olmamışıq. Yəni, biz deyə bilmərik ki, siz təsəvvür edin ki, 2 drondan söhbət gedir. Amma İran dron sürüsü də göndərə bilər də, bu da mümkündür. Eyni vaxtda 30, 40 və ya 50 və 100 dron gəlsə nə olardı? Bunu təsəvvür eləmək belə çətindir. Azərbaycanda antidron deməli silahları var. Bu silahlar uzaq mənzilli deməli kateqoriyada S-300-dür. Yaxın məsafədən isə top deməli Tor-M-dən istifadə. Bu silahın ikisi də Rusiyaya məxsusdur. Və bu Rus silahlarında yəni ki, o qədər də effektli deyil. Amma İsraildən alınan hava hücumundan müdafiə sistemləri var. Bəli, İsraildən alınan orta mənzilli deməli müdafiə üçün Barak 8-dir. Yəni bu
istenilen halda biz bu silahlardan istenilen seviyede ya istifadə edə bilmirik, ya bu silahların özündə müəyyən əyləşmişlər var. Ama onu da qeyd etmək lazımdır ki, Türkiyənin antidron xarakterli çox ciddi silahları var. Lazer silahları da var. Mən o Alka lazer silahını deyə bilərdim məsələn. Mən düşünürəm ki, bundan sonra Azərbaycan deməli Müdafiə Nazirliyi çox sürətlə həmin deməli bu tip silahları Türkiyədən Azərbaycana ötürəcəklər və xüsusilə Bakı şəhərinin müdafiəsinə yönəldəcəklər. Fakt budur ki, biz yəni Azərbaycan olaraq antidron xarakterli deməli silahların hücumuna hazır deyilik. Bu müdafiə istənilən səviyyədə deyil. Eyni zamanda biz İrandan raket hücumları da gözləyirik. Biz antidron yəni müdafiəsinə hazır deyiliksə, raketlərin qarşısında heç də yana bilmərik. İsrailin də tam dayana bilmir açığı. İsrailin neçə yerinə İran raketləri... Yox, İsrail dayana bilmir. Bu da bir mənalıdır. Amma ən önəmlisi odur ki, mənim baxışıma görə, İran deməli ona qədər dövləti vurubdur və Türkiyə və Azərbaycana qarşı da müəyyən təxribatlar törədibdir. Bütövlükdə 12 dövlət, 13 dövlətdən söhbət gedir. Amma bir fakt da diqqətdən yayınmamalıdır ki, İran hücumun ilk günündə 300-dən çox raket atıbdır. Son gündə isə hardasa 50-60-dan söhbət gedir. Bu nə deməkdir? Bu deməkdir ki, hücumun intensivliyi kəskin şəkildə aşağı düşübdür və bu tendensiya digər günlərdə də müşahidə olunur və mən düşünürəm ki, İranın yəni bu raket hücumlarının intensivliyinin aşağı düşməsinin də səbəbi raketlərin azalmasıdır. Eyni zamanda Amerika və İsrailin deməli raket bilirsiniz də İranda raket şəhərləri salıblar, yerləşdiriblər yerin altında. Yeraltı şəhərlərdir. Orada bu silahlar saxlanılır əsasən. Deməli bombardıman zamanı o məntəqələrdə sıradan çıxarılır. Və ona görə də İranın deməli raket hücumlarının qarşısı müəyyən mənada alınıbdır və bu proses getdikcə davam edir. Məsələn, bugün təxminən 40, sabah yəqin 30, yəni bu geriləmə açıq şəkildə görükür. Mən düşünürəm ki, İranın ən belə deyək də kəskin zərbə endirə biləcəyi zaman artıq arxada qalıbdır. Yəqin ki, Azərbaycan rəhbərliyi də bunu hesablayır ki, yəni tutaq ki, Birləşmiş Ərəb Əmirliyinə olan o yüzlərlə raketdən Azərbaycana düşməyəcək. Yəni belə bir təhlükə gözlənilmir, amma müəyyən yenə də raketlər Azərbaycana atıla bilər, dron hücumları ola bilər və bu istənilən halda, yəni Azərbaycanla Türkiyənin, üzr istəyirəm, Azərbaycanla İran arasında hərbi münaqişənin qızışması qətiyyən lazımsız bir şeydir. Azərbaycan buna çəkinməlidir və buna imkan vermək olmaz. Elbəy bəy, eyni zamanda bu fikirlər də səslənir ki, bu bir oyunun parçası idi. Sadəcə Azərbaycan tərəfinə, rəhbərliyinə bəzi səbəblər, bəhanələr lazım idi ki, İranla münasibətləri kəssin. İranla münasibətlər Naxçıvan vurulandan sonra kəsildi, sərhədləri bağlandı tam. Qeyd etdiyimiz kimi diplomatik əlaqələr də kəsildi, səfirlik, konsulluqda çıxarıldı və bu sanki bir hazırlanır idi və Azərbaycanı da buna məcbur etdilər. Məcbur etdilər və Naxçıvan da buna görə vuruldu. Ola bilər Sepahın başıbozluq dəstələr vurub, ola bilər Sepah vurubdu, ya kimsə vurub. Amma bu məhz bir əldə arqument tutmaq üçün, İranla münasibətləri kəsmək üçün bir həmlə idi. Siz necə düşünürsünüz? Baxın, biz gördük. Mən bunu istisna etmirəm və bunu daha real sayıram. Çünki İlham Əliyev çıxışlarının birində çox dəqiq ifadə edibdi bunu.
O deyir ki, Azərbaycanın İsraillə münasibəti iceberg xatırladır. Yəni görünən hissədən görünməyən hissəsi daha böyükdür. Bu mənada siz dediyiniz versiyanı mən son dərəcə real və inandırıcı hesab edirəm. Fikir deyil ki, İsrail son dövrlərdə isə Amerika Azərbaycanda bu və ya digər səviyyədə hərbi bazalar yerləşdirmək və ya texniki avadanlıqlar yerləşdirmək istəyində idi və bu da başa düşüləndir. Çünki Amerika ilə və İsrail ilə İran arasında ciddi münaqişə var, müharibə gedir faktiki və Azərbaycan ərazisindən istifadə eləməklə bu müharibədə daha ciddi uğurlara imza atmaq olar. Amma Azərbaycan dəfələrlə bəyan eləyibdir və son çıxışında da, son kəskin çıxışında da cənab İlham Əliyev bu məsələyə toxundu ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına imkan verilməyəcək. Amma mən düşünürəm ki, yəni İlham Əliyev o Xameynin ölümü ilə bağlı gedib səfirliyə başsağlığı verməsi, yəni bu tək o edibdir bunu və bu kimi addımlar Amerika tərəfindən... Sonra başa qalxmaq üçün bəlkə edirmiş. Mən də elə ona gəlirəm və bu Amerika və İsrail tərəfindən o qədər də xoş qarşılana bilməz. Çünki bu dünyada yeganə nümunə idi və bu belə deyək də kənara çıxma həmən diqqət çəkdi və ola bilsin ki, Amerika və İsrail dəfələrlə bu baxımdan Azərbaycana müraciət edibdir. Mən buna şübhə eləmirəm ki, bu müraciətlər olubdur və bu da məntiqlidir, çünki Azərbaycan coğrafi olaraq İranla bitişik bir ölkədir. Bundan başqa İranda 40 milyona yaxın Azərbaycanlı yaşayır və o bu İranın yarısı deməkdir hardasa. Bu qədər insanın anti-İran mövqeyinə keçməsi də çox önəmli bir şey olardı, yəni bu müharibədə. Ona görə də mən düşünürəm ki, Qərb Azərbaycandan coğrafi imkanlarını istifadə eləməyə çalışırdı. İlham Əliyev buna müqavimət göstərirdi. Amma son deməli Naxçıvan hücumu İlham Əliyevə belə bir fürsət yaratdı ki, o bu fürsətdən istifadə edərək Qərbin Azərbaycanla bağlı istek və arzularının həyata keçməsini üçün, yəni gözəl bir fürsətdir. Bu fürsətdən yararlanaraq buna getmək olar və biz indi bu proseslərin məhz bu istiqamətdə getməyəcəyini yaxın günlərdə görəcəyik. Dəyərli izləyicilər, yeni qoşulanları xahiş edirəm, yayımı bəyənin, paylaşın, daha çox insan izləsin. Elbəy bəy, qeyd etdiniz, İranda yaşayan Azərbaycanlıları. Əliyev də dünən Təhlükəsizlik Şurasının iclasında bunu qeyd etdi və bildirdi ki, Azərbaycan, müstəqil Azərbaycan orada yaşayan soydaşlarımız üçün ümid yeridir. Bunu ilk dəfədir mən eşidirəm. Yəqin siz də Əliyev belə açıq mesaj verməmişdir ki, biz maraqlıyıq oradakı Azərbaycanlılara və onlar da bizə ümid kimi baxır. Həmişə bu cür çıxışlardan, bu cür mövqeydən çəkinib və bu reallıqdır ki, nə açıq, nə gizli orada olan Azərbaycanlılara müstəqillik üçün dəstək verməyib və hətta mən xatırlayıram, Bakıda belə olan Cənubi Azərbaycanlı mühacirlər Azərbaycanda sıxışdırılıb gedib Türkiyədə, orada-burada yaşamağa məcbur buraxılıblar və sizə elə gəlmirmi ki, bu variant da artıq gündəmə gəlir. ABŞ İrana qarşı təsirdə İran kürdlərindən, İraq kürdlərindən istifadəyə başlayır və həmçinin də Azərbaycan da orada yaşayan Azərbaycanlıları da istifadə etmək istəyir, deyimmi, yoxsa qatmaq istəyirmi deyim və bu məsələdə nə isə yəni aktualdır, gündəmə gələ bilər. İranda daxildən parçalanma və Əliyev də buna görə buna mesaj verir.
Mən sizə deyim, mən elə yazılarımın birində siz dediyiniz məqamı vurğulamışdım ki, bu Naxçıvana hücumdan bir gün əvvəl Urmiyadan, deməli, İlham Əliyevin adına müraciət daxil olub. Bu müraciətdə siz dediyiniz məqamlarda var, kürdlərin aktivləşməsi və deməli, Güney Azərbaycandakı müəyyən ərazilərə iddiaları. Ama İlham Əliyevin bu Güney Azərbaycan məsələsinə siz dediyiniz o münasibəti son dərəcə önəmlidir bu kontekstdə. Amma əvvəllər də İlham Əliyev Güney Azərbaycan məsələsinə toxunub. Xüsusilə o iqtidara yeni gəldiyi vaxtlarda mənim yadımdadır. Çıxışlarının birində demişdi ki, mən 50 milyonluq Azərbaycan prezidentiyəm. Sonraki çıxışlarında biz bunu təəssüf görmədik, amma belə bir fikir səsləndirmişdi. Amma diqqət edirsiniz, üzr istəyirəm. Burada çox diqqət ediləsi seçilmiş cümlələr var. Orada yaşayan soydaşlarımız müstəqil Azərbaycana, müstəqil sözünü də önəmli altından xətt çəkərək deyirəm, ümid yeri baxırlar. Ümid sözünü də altından xətt çəkərək deyirəm. Yəni müstəqil Azərbaycana ümid yeri baxmaq, yəni müstəqil olmaq demək anlamına. İran'ın bu etnik yapısına toxunum mən. Siz dediniz o Kürtlər məsələsi, amma tək Kürtlər deyil. Bu Kürtlərin əksəriyyəti Sünnilərdir və onlar da birisi İran Şiə ideologiyasına söykəndiyinə görə Sünnilər sıxışdırılır. Kürtlər, Bəluçlar və Ərəblər. Bunların hər üçü deməli Sünni qruplardır və etnik qruplardır. Bunların sayı o qədər də çox deyil. Kürtlər hardasa 8 milyona yaxın deyilir. Bəluçlar hardasa 2-3 milyon. Ərəblər də həmçinin 2-3 milyon. Amma böyük çoxluq deməli Azərbaycan türkləridir. Digər türk xalqları da var burada. Ona görə də İranı silkələmək üçün türk amilinə, yəni türk faktoruna söykənmək lazımdır. Yəni mən düşünürəm ki, bu məntiq bunu deyil. Amma o da qeyd olunmalıdır ki, İrandakı türk çoxluq, yəni İranın darmadağın olmasının o qədər də tərəfdarı deyil. Onlar müxtəlif modifikasiyalarda deməli öz planını artırılmasına çalışırlar. Amma İran Güney Azərbaycanın müstəqil olmasını istəyən qüvvələr də var. İndi burada bu mübarizə gedir və Qərb bu deməli Güney Azərbaycan faktorundan da istifadə etmək istəyir və mən düşünürəm ki, İlham Əliyevin o siz dediyiniz və vurğuladığınız məqamlara diqqət çəkməsi də təsadüfi deyil və bu vurğu Güney Azərbaycanda insanların daha da fəallaşmasına ciddi təsir edə bilər və bu təsirdən sonra deməli İran Molla rejimi daha ciddi şəkildə xəsarət almış ola bilər. Dəyərli izləyicilər, yayımı bəyənin yeni qoşulanlar. Türkiyənin Naxçıvana ordu ilə gəlməsi mümkündürmü? Həm də bunun içərisində bu senaryoda varmı? Türkiyə amili şübhəsiz ki, son dərəcə önəmlidir. Bir daha xatırladıram ki, Kars müqaviləsi 1921-ci ildə imzalanmış müqaviləyə görə Türkiyə Naxçıvana görə məsuliyyət daşıyır. Naxçıvanın məhz Azərbaycan ərazisi olmasında da bu müqavilənin xüsusi önəmi var və deməli Türkiyənin təkidi ilə, Atatürk Türkiyəsinin təkidi ilə Bolşeviklər bu ərazini deməli Azərbaycana tərkibində muxtariyyət kimi tanıyıblar. Digər halda isə ermənilər bilirsiniz ki, bu ərazini də Zəngəzur kimi ələ keçirməyə çalışırdılar. Məsələn, Dağlıq Qarabağda yaranmış muxtariyyət da təsadüfi deyildi. Amma yəni Naxçıvanı bütövlükdə deməli Ermənistana vermək haqqında düşünürdülər. Çünki Azərbaycanla Türkiyə arasında heç bir sərhəddin olmasını istəmirdilər. Ona görə də Bolşeviklər Naxçıvanı deməli Ermənistana vermək istəyir. Amma Türkiyə bunun qarşısını aldı. Yəni Türkiyə Naxçıvan üçün bu qədər önəmli bir şeydir. Naxçıvanın olmaması o deməkdir ki, Türkiyənin Cənubi Qafqazla münasibətləri son dərəcə kəskin şəkildə aşağı düşə bilər. Ona görə də Naxçıvan strateji bir nöqtədir Türkiyə üçün.
və Türkiyə Naxçıvana olan hücumu da yəni belə səssiz qarşılaya bilməz və bura müdaxilə etməyə həmişə hazırdır. Zaten Türkiyədən gələn reaksiyalar da bunu sübut edir. Azərbaycanın deməli Türkiyə və Pakistanla bilirsiniz ki, çox ciddi hərbi ittifaqı var və bu ittifaqın yaxın gələcəkdə antidron və antiraket deməli sisteminin, birgə sisteminin yaradılması da nəzərdə tutulubdur və bu istiqamətdə də işlər gedir. Bu arada onu da qeyd edeyim ki, Azərbaycan Pakistandan demək qırıcı təyyarələr alıbdır. İranın da hava məkanı bildiyiniz kimi havadan müdafiə sistemi sıfırdır, yəni sıradan çıxıbdır. Yəni Azərbaycan qırıcıları deməli İran üzərində də bu və digər hərbi əməliyyatları asanlıqla həyata keçirə bilərlər. Bu amili də unutmaq olmaz. Digər tərəfdən isə Azərbaycanın özünün də çox ciddi dron arsenalı var və bu arsenalda biz həm Türkiyədə istehsal olunmuş silahları görürük, həm deməli İsraildə istehsal olunmuş silahları görürük. Və mənə əminəm ki, belə bir yəni müharibəyə ehtiyac yaransa, Azərbaycan digər qərb ölkələrindən bu dəfə açıq şəkildə silah ala bilər, xüsusilə Böyük Britaniyadan silahlar ala bilərik. Yeri gəlmişkən Böyük Britaniyada Azərbaycanda hərbi baxımdan yerləşməyə ciddi maraq göstərir. Elbəyə bəy, Rusiya dövlətinin hakimiyyət başçısının müavini Averçuk 3 mart tarixində Bakıya gəlmişdi nümayəndə heyəti ilə və Prezident Əliyevlə görüşüb və əsas da məsələ Rusiya, Azərbaycan və əsasən İran arasında olan şimal-cənub dəhlizi barədə olub. Bunu təsadüfmü hesab edirsiniz müharibə ərəfəsində və 2 gün sonra da Naxçıvan vurulacaq, sərhədlərdə bağlanacaq və belə bir səfər, bu ərəfədə səfər olur və bu söhbətlər, yəni İranın sərhəddi bağlanmasınmı, bağlansınmı, yəni bu müzakirə olunur. Sizdə bir təəccüb yaratmadımı? Necə izah edərsiniz? Biz keçən dəfəki söhbətimizdə də bunu vurğuladıq. Yəni İranın vurulması əslində Rusiyanın vurulmasıdır, Çinin vurulmasıdır və təbii ki, Rusiya Ukrayna cəbhəsində ciddi sarsıntılar keçirir və belə bir məqamda Rusiya İranla əlaqələrini, xüsusilə tranzit əlaqələrini, logistik əlaqələrini saxlamağa, gücləndirməyə çalışır və bu da Azərbaycan üzərindən olmalıdır bütün məntiqə görə. Və belə bir fonda siz dediyiniz səfərdə təsadüfi deyil və Rusiya bu xətti qoruyub saxlamağa çalışırdı və ona görə də bu səfər baş tutdu və bu səfərdə Azərbaycandan istənilən də oydu ki, İranla Rusiya arasında dəmir yol xəttinin işləməsi də dəstək verilsin. Amma yəni bir daha deyirəm, Naxçıvana hücum Azərbaycana belə bir fürsət. Təbii ki, bunu Amerika da istəmir. Yəni İranla Rusiya arasında bu əlaqələrin, logistik əlaqələrin güclü olması Amerikanın, İsrailin, bütövlükdə Qərbin maraqlarına ziddir. Ona görə də belə bir fürsət düşmüşkən İlham Əliyev deməli bütün sərhəddi bağladı. Təbii ki, bundan sonra ticarət əlaqələrini də dondurdu. Bu həm də o deməkdir ki, Rusiya ilə İran arasındakı logistik deməli əlaqələri də stop qoyuldu. Yəni bu heç bir əlaqədən söhbət. Yaxşı, Rusiyanı necə razı saldı sizcə? Yəni Rusiya narahat görsənmir burada ki, İranla öz arasında olan logistik əlaqələr Azərbaycan tərəfindən kəsilir. Buna sakit yanaşır. Azərbaycan nə vəd etdi? Alternativ yollar ya alternativ xərcləri özlərinə mi götürüb? Nə? Bu ehtimal yox, mənim onları istisna edirəm. Çünki İrana, istəyən Rusiyaya lazım olan İrandır. Yəni İranla birbaşa əlaqəsi olmalıdır. Yəni quru yoluna, xüsusilə dəmir yoluna əlaqəsi olmalıdır. Və bu yolda kəsildi. Yəni Azərbaycan faktiki olaraq bu yolu kəsdi. Və
Rusiyadan bundan razı qala bilmədi. Mən qətiyyən o fikirdə deyiləm ki, Rusiya bundan hə, ola bilər ki, sakit görünür, elə belə ciddi reaksiya vermir filan. Amma bu görünən tərəfidir, görünməyən tərəfləri də var bunun. Və düşünürəm ki, Rusiya bu deməli Azərbaycanın bu addımından son dərəcə məyusdur və İranla Rusiyanın logistik əlaqələrinin dayandırılması yəni nə Rusiyanın xeyrinədir, nə də İranın xeyrinədir. Bu bütövlükdə Qərbin Azərbaycan xeyrinədir. Alternativ yol kimi Xəzər dənizi qalır. Xəzər dənizinə biz müdaxilə eləyə bilmərik. Yəni Azərbaycan Yox, Rusiyanın yəni amma elə mallar, elə logistika materialları var ki, dənizlə getmək yox, quru ilə getmək daha sərfəlidir. Ona görə soruşdum ki, Azərbaycan tərəfi bu alternativ dəniz yolunun artıq xərclərini özlərinə mi götürüb? Biz çox görmüşük. Ona görə bu sualı mən yox, ola bilər müəyyən belə deyək də maddi baxımdan müəyyən güzəştlərə getsin. Bunun da başa düşülən tərəfi də var. Çünki Rusiya böyük ölkədir və Rusiyada bizə əlavə problem yarada bilər. Siz düşünün ki, indi biz İranla bu qədər gərgin vəziyyətdəyik və eyni gərginlik, yəni o Rusiya ilə də münasibətlərimiz o qədər xoş deyil və ətrafımızda olan iki böyük qonşu ilə eyni vaxtda kəskin münasibətlərin kəskinləşdirilməsi, ortaya çıxan hərbi səviyyəyə qədər yüksələ bilən gərginlik təbii ki, arzu olunan deyil və bu faktorlarda nəzərə alıb müəyyən manevrlər etmək mən düşünürəm ki, lazımdır və gərəkdir. Elbəy bəy, amma Azərbaycanın təyyarəsi Rusiya səmasında vurulanda və bu da tam təsdiqini tapdı ki, Rusiya tərəfindən vurulub, hava hücumundan müdafiə sistemləri tərəfindən. Orada 40 min nəfər həyatını itirdi. Yəni daha çox insan həyatını itirdi. Azərbaycanlılar var idi. Yəni insan itkisi ilə baş verdi. Biz Azərbaycan tərəfinin və konkret İlham Əliyevin Rusiyaya belə ağır çıxış və ittihamlar etməsini görmədik. İrana etdiyi qədər. Eyni zamanda tədbirləri də Rusiyaya qarşı, İrana qarşı gördüyü kimi görmədi. Sərhədləri bağlamadı. Və biz bir ildən sonra İlham Əliyevlə Putinin düşənbədə görüşü zamanı hər ikisinin ağzından çıxan təsdiq olunmuş artıq bir fakt oldu ki, bu bir il müddətində ticarət dövriyyəsi 2 qata qalxıbdır, sərhədlərdə açıq qalıbdır. Yəni ticarətdə heç bir problem olmadı, amma İranla oldu. Bunu nə ilə izah etmək olar? Mən bunu Qərbin təzyiqi ilə hesab edirəm. Çünki İran məsələsi hal-hazırda Qərb üçün son dərəcə strateji bir məsələdir. Hətta Ukraynadan daha strateji məsələdir. Bəli, hətta Ukraynadan daha strateji məsələdir. Çünki İranın sıradan çıxması, yenə deyirəm, Rusiyanın ciddi şəkildə zərbə alması deməkdir. Onsuz da Rusiya Ukrayna cəbhəsində hal-hazırda elə bir ciddi uğur qazana bilmir və qazanacağı da ciddi şübhə doğurur. Və belə bir fonda İranın deməli Rusiyanın yanından kənarlaşdırılması Rusiyanın imkanlarını daha da məhdudlaşdıracaq. Bu da məntiqlidir. Və ona görə də deməli Qərb İran məsələsində daha təkidlidir və İranın belə deyək də imkanlarının məhdudlaşdırılması, xüsusilə Rusiya dron satışının dayandırılması, yəni Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına da ciddi təsir edir. Artıq bu təsir ortadadır və görünür və bunu Ukrayna tərəfi də təsdiq edir ki, yəni bu deməli İrana olan hücumlardan sonra Rusiya tərəfindən istifadə olunan İran dronlarının sayı kəskin şəkildə aşağı düşübdür. Çünki bunun davamı gəlmir. Yəni bu logistika artıq dayandırılıbdır və ya istənilən səviyyədə deyil. Elbəy bəy, artıq bir şey də deyim, tarixən Azərbaycanda Rusiyaya bir simpatiya falan da var. Bizim elitanın birisi böyük hissəsi Rus dillidir falandır. Rusiya ilə bizim Azərbaycanın
bir sıra maraqları, siyasi, hərbi və sair maraqları bəzən antagonist xarakter daşısa da, buna baxmayaraq Rusiyaya müəyyən simpatiya hələ də var. Çünki bu bizim elitanın xislətindədir və ona görə yəni Rusiya ilə bu gərginliklər yaşansa da, yəni Rusiya olan münasibətlə İrana olan münasibət eyni deyil. Bəs necə düşünürsünüz? Müharibə nə vaxt bitəcək, bitəcəkmi? Hansı istiqamətə gedir? Nəticəsi nə ola bilər? Ehtimallarınız? Ehtimalım odur ki, yəni bu müharibə o qədər uzun sürə bilməz. Yəni keçən dəfə 12 gün savaşmışlar. Bugün artıq 5-6 gündə davam edir. 6-cı gün. 7-ci gündür. 7-ci günə keçir. Yəni mən düşünürəm ki, 2-3 həftə maksimum, yəni ondan o yana keçməz. Hal-hazırda son məlumatları da deyim sizə, yəni hardasa 5000-ə yaxın deməli İranın bu və digər ərazisində deməli bomba zərbəsi endirilibdir və bu zərbələrin də nəticəsi ortadadır. Yəni hərbi baxımdan hərbi infrastrukturu ciddi xəsarət alıbdır. İran rəhbərliyinin böyük bir hissəsi sıradan çıxıbdır. Düşünün ki, yəni Xomeyninin cənazəsi ortada qalıbdır. Onu dəfn eləməyə İranın gücü çatmır. Yəni mümkün deyil bu və bunu təxirə salırlar. O da bəllidir ki, İran özünə yeni lider də seçə bilmir. Bəli, bu Xomeyninin oğlunu elan elədilər, amma sonra bundan imtina da elədilər. Yəni dəqiq bəlli deyil ki, bunlar nə istəyir. Niyə belədir? Çünki Trump bir mənalı şəkildə deyir ki, İranın yeni dini liderini mən müəyyənləyəcəm. Yəni biz kimi desək o olacaq. O da aydındır ki, Xomeyninin oğlunun iqtidara gəlməsi müharibənin davam etməsi deməkdir. İranla Qərb arasındakı qarşıdurmanın daha da dərinləşməsi deməkdir. Qərb isə nə istəyir? Qərb istəyir ki, İranda Qərblə anlaşa biləcək siyasi lider hakimiyyətə gəlsin. Hələ ki, İranın mühafizəkar dini elitası yəni Qərblə anlaşa biləcək bir lider ortaya qoymur və bu proses uzanır və bunun nə ilə yekunlaşacağı da bəlli deyil. Mən düşünürəm ki, bu enində sonunda hər şey Amerika dediyi kimi olacaq. Amerika ilə məcbur hesablaşmalı olacaqlar. Hətta mən düşünürəm ki, bu variantda İran üçün, daha doğrusu Molla rejiminin xilası üçün bu variant, yəni cənab Trumpın təklif etdiyi variant məqbul variantdır. Çünki bu variantda Molla rejimi özünü qoruyub saxlayır. Müəyyən, belə deyək də, şəkil dəyişmələri ola bilər, amma mahiyyətdə özünü qoruyub saxlaya bilər. Amma ola bilər ki, müəyyən mərhələdən sonra Amerika bütövlükdə bu rejimin sıradan çıxarılması istiqamətində addımlar atsın. Bu da mümkündür və mən bunu da gözləyirəm və bunu da arzu edirəm. Təşəkkür edirəm Elbəy bəy, müəyyən məqamlara aydınlıq gətirdiyiniz üçün. Mən təşəkkür edirəm. Sağ olun, var olun. Sağ olun.